bax, bu barədə məlumatlar verəcəyik. Biz sığortadan da danışırıq. Bəzən gələcəyimizi sığortalamaq üçün bir çox işlər görürük. Amma ən gözəl sığorta aldığımız təqaüdlərdir. Yəni, təqaüd yaşına çatan insanların bu təqaüdü almasıdır. Amma bir də görsən, kimsə dünyasını dəyişir. Təqaüd yaşına çatmadan dünyasını dəyişənlər olur. Bu halda nə baş verir? Həmin təqaüdlər verilirmi, verilmirmi? Verilirsə hansı halda? Fəridə bu məsələni araşdırıb. Vətəndaş illərlə işləyir, bir gün pensiya yaşına çataraq sığorta hesabından yığılan pensiya kapitalından istifadə edəcəyini gözləyir. Lakin bəzən tale ilə gətirir ki, insan pensiya yaşına çatmadan dünyadan köçür. Dövlət Statistika Komitəsinin məlumatlarından da aydın olur ki, belə şəxslərin sayı az deyil. Son məlumatlara görə 2023-cü ildə dünyasını dəyişənlərin 41,8%-nin yaşı 65-dən az olub. Bu dövrdə ölən kişilərin yarıdan çoxu 50,4%-i yaşa görə pensiya yaşına çatmayıblar. Maraqlıdır, bu halda pensiya kapitalının aqibəti necə olur? Həmin puldan istifadə hansı hallarda mümkündür? Şəxslər vəfat etdikdən sonra onların vərəsələrinin müraciət edərək ölən şəxsin adına, vəfat etmiş şəxsin adına yığılmış pensiya kapitalından istifadə etməsi, alması da qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin şəxslər vəfat eləyərlərsə, onun öhdəsində olan 18 yaşına çatana qədər yaşda olan şəxslər, o cümlədən əlil olan şəxsləri, yəni əmək qabiliyyəti olmayan şəxslərin ailə başçısını itirməyə görə pensiya almaq hüquqları bizim əmək pensiyaları haqqında qanunumuzda nəzərdə tutulmuşdur. Həmçinin vəfat etmiş ailə başçısı yaşa və əlilliyə görə pensiyaçısı olubsa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə pensiyanın məbləği vəfat edənin pensiyasının onun ailəsinin əmək qabiliyyətli olmayan üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Qeyd elədiyimiz hallardan başqa vərəsənin vəfat edən şəxsin pensiya kapitalına yığılmış deməli pensiyasından, pul vəsaitlərindən istifadə etmək hüquqları yoxdur. Bu düzdür. İnsanların çoxsu bu barədə öz arzularını dilə gətirirlər, fikirləşirlər, deyirlər, danışırlar, amma belə şeylər hələlik Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Şəxsin topladığı pensiya kapitalı o vəfat etdikdə onun ailə üzvlərinin sosial təminatına yönəldilir. Belə ki, 18 yaşına dək övladları, əyani oxuyanlarsa 23 yaşına dək ailə başçısını itirməyə görə pensiya alırlar. Həmçinin 18 yaşı olmazdan əvvəl əlilliyi müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam etdikdə onlar da bu pensiyanı almaqda davam edirlər. Bundan əlavə, sığorta olunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı, əri, anası, atası, həmçinin orqanizm funksiyalarının 61-100% pozulmasına görə birinci və ikinci dərəcə əlilliyi olan arvadı, əri, anası, atası da istifadə etməklə əmək pensiyası ala bilərlər. Xarici təcrübə nə deyir? Digər ölkələrdə bu məsələ necə həll olunur? Bəzi ölkələrdə ölən şəxslərin pensiya kapitalı bir dəfəlik şəkildə ailəsinə ödənilir. Bizdə isə vətəndaşlar pensiya kapitalının ailəyə verilməsi ilə bağlı müraciət etsələr də, hələlik bu müzakirə mövzusu deyil.